Değerli izleyiciler, bir daha salamlayırıq. Qəhrəmanlar deyər Biləsuvarımızın 4 nömrəli orta məktəbində də bugün vətənimiz üçün canından keçən qəhrəman şəhidlərimizin ruhları şad olması üçün ilerleyen günlərdə 8 noyabr Zəfər günü münasibəti ilə gözəl bir tədbir hazırlanır. İlerleyen dəqiqələrdə başlayacaq. Biz də özümüzə borc bildik ki, çəkək, işıqlandıraq. Allah şəhidlərimizin ruhunu şad eləsin. 6 noyabr Zəfər günümüzə 2 gün qalıb. Bugün də 4 nömrə orta məktəbində inşallah. Müəllimlər və şagirdlər gördük. Tədbirimizi Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan edirik. Bir də sütla yad edək. Şəhidlərimizə rəhmət eləsin. İndi isə sözü məktəbimizin direktoru Elşin Ağazadəyə verir.